Cənab Nazir. Selamünaleyküm. Hoş gəlmişsiniz. Səfalar getirmişsiniz. Siz bilirsiniz ki, Azərbaycanda tutulub, şərlənib, həbs olunan jurnalist hanımlar var. Və biz bir ay, 5 gündür ki, Almaniyanın Bundeskanzlerin ofisunun qarşısında aksiya keçirdirik. Biz qeyd elədik ki, Azərbaycanda jurnalist hanımlar azadlığa buraxılsın, biz bu şeyləri yığışdırıb gedirik. Nə Azərbaycan medialarından ses çıxdı, nə də Azərbaycan dövlət məmurlarından. Bununla bağlı nə deyə bilərsiniz? Bu, siz qeyd etdiyiniz məsələlər, bu qənaət gəlişi, sizin şəxsi qənaətinizdir və öz şəxsi qənaətinizi siz bir həqiqət kimi təqdim etməyiniz qəbul edilməzdir. Bununla bağlı Azərbaycan hüquq mühafizə orqanları tərəfindən hər hansı bir qərar qəbul olunubsa, bu qərara dair onun apellyasiya və kassasiya formasına təqdim edilməsinin qanunvericilikdə olunur. Biz işgəncələrlə bağlı nə deyə bilərsiniz? İşgəncələrlə bağlı bu sizin mülahizənizdir. Biz bu xanımları işgəncə olunur axı orada. Yox, siz deyirsiniz yox. Məhz Misalə Seyidov tərəfindən Qadınlara qarşı isə ümumilikdə bu mümkünsüzdür. Həm qadınlara qarşı, həm kişilərə qarşı ona yüksək şəxsi mülahizənizi burada bir fakt kimi təqdim etməyiniz qəbul edilir. Siz də qeyd elədiniz, siz şəxsi qənaətinizi Azərbaycandakı ictimai siyasət... Yox, mən şəxsi qənaət. Siz subyektiv yanaşır məsələyə. Özünüz Almanyada hansı statusda yaşayırsınız? Mən siyasi. Siyasi hansı? Bəli. Azərbaycana nəyə görə getmişsiniz? Bax, indi mən sizə deyim. Deyin, gəlin dinləyək bir-birimizi. Əhsən. Mən Nardaran hadisələrini... Qəbirə məsələlərində hansı ölkənin xarici müdaxiləsi var idi? İndi deyəcəksiniz İranın. Ha? Yox, mən hansı ölkənin adını Siz deyəcəksiniz. Yox, siz deyəcəksiniz İranın da. Bəli. Bax, bir də əzizim, mən siz... Azərbaycan Respublikasının suverenliyə müdaxilə edən kənar müdaxilələr var idi. Bu məsələni bilirsiniz yoxsa yox? Azərbaycanın suverenliyi və milli təhlükəsi hər şeydən dəyərlidir. Məsələn, sosial şəbəkələrə çıxırsınız, Azərbaycan cəmiyyətini yanıltmağa çalışırsınız. Sizin kimi burada bir şeylərdə var. Yox, bax görürsünüz, siz mənə şər atırsınız da. Siz deyirsiniz, sizin kimi. Yox, bu şər, üzr istəyirəm, bu şərdir. Səfir qardaş, bir dəqiqə olsun. Yox, bax, siz görürsünüz, siz insan haqlarını pozursunuz, insan hüquqlarını. Siz söz azadlığının qarşısını alırsınız. Yox. Cənab Nazirlə biz görüşü bilmirik, söhbət eləyə bilmirik, gəlmişik. Nazir sizlə söhbət edir. Bəli, mən də Nazirlə söhbət eləyirəm. Ramiz Mehdiyevlə bağlı nə deyə bilərsiniz? Nə dəxli var məsələn? Necə Ramiz Mehdiyev Əli Kərimlə bağlı şərlif əfsələdir? Ramiz Mehdiyev Azərbaycanda müəyyən bir addımlara cəhd atırdı da qeyri-qanuni. Biz niyə Ramiz Mehdiyev ev tutağıdır, ancaq Əli Kərimli bir günə Milli Təhlükəsizlik Nazirliyinin padvanında oturur? Niyə? Yoxdur, mən sizə sual verim də niyə? Siz burada prokuror müstəbisindəsiniz, yoxsa hansı? Necə olsun, biz də ədalətli qərar istəyirik də. Ədalət istintak gedir də, istintakın nəticələri... Hansı istintak gedir ki, adam oturub evinin içində? İstintakdan öncə siz qərar Yaxşı, Eldar Mahmudovsun, vallah deyirəm sənə, billah deyirəm sənə ki, Emin Ağalarov tərəfindən mənim 2 hektar 70 sot yerim əlimdən alınıb. Hansı məhkəmə? Məhkəmə işləyir. Azərbaycanda məhkəmə işləyir. Vallahi Azərbaycanda məhkəmə yoxdur. Cənab Vilayət Eyvazov. Vilayət Eyvazov şəxsən mənim başıma tapançanı diriyib. Buradan atarım səni 2-ci mərtəbədən 3-cü ölümü taparlar. Bunu əgər naziri deyirsinizsə Vilayət Eyvazov, Azərbaycanda olmayan, Azərbaycanda Vilayət Eyvazov bircə bir dənə şeyə xidmət edir. İlham Əliyeva qutardı. Xalqa xidmət eləmir. Biz demirik ki, yox Qarabağa deyək kəsib yetim, o əli ayaqyalı olmayan adamların balaları müdaxilə eləməyin. Kim? Sən hardan bilirsən, mən əskərli hərbidə olanda İlham Əliyevin oğlu Londonda keyf eləyirdi, qayf eləyirdi. Yox, bir dənə, siz özünüz bilirsiniz ki, bir günləri... Siz buradaysa... Siz bilirsiniz özünüz ki, müəllim, bir gün Azərbaycanda... Yox, siz mənə boyunma işlə qoyun. Yox, siz özünüz çox gözəl bilirsiniz ki, Azərbaycanda Əli Kərimli birbaşa Rusiyanın siyasi... Siz burada siyasi oyun oynayırsınız. Xeyr, siyasətdə oyun oynamıram, birbaşa siyasi figurdur. Ancaq onu bilin ki, heç vaxt belə getməyəcək. Ədalət bir gün gec tez yerini tutacaq. Həqiqətən tutacaq ya.